İranda 600-dən çox məktəb dağılıb və ya qismən ziyan görüb. Bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqçı onlayn müraciətində deyib. Nəticədə mindən çox şagird və müəllim həlak olub və ya yaralanıb. Xəstəxanalar, təcili yardım maşınları, tibb işçiləri, xilasedicilər, neft emalı zavodları, su mənbələri və yaşayış yerləri də hədəf alınıb deyə Əraqçı qeyd edib. O, Minnabda qızlar məktəbinə edilən hücum barədə də danışıb. ABŞ və İsrailin öz iddialarına görə ən inkişaf etmiş texnologiyalara malik olduğu şəraitdə heç kim bu hücumun qəsdən planlaşdırılmadığına inana bilməz. Bu məktəbin hədəf alınması müharibə cinayəti və insanlığa qarşı cinayətdir və açıq şəkildə qınanmalı, günahkarlar məsuliyyətə cəlb olunmalıdır deyə nazir vurğulayıb. Əraqçı İranın heç vaxt müharibə istəmədiyini, lakin özünü müdafiə etməkdə qətiyyətli olduğunu əlavə edib və beynəlxalq ictimaiyyəti ölkəsinə qarşı törədilən hücumları qınamağa çağırıb.